44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan hökuməti öz əlində olan daxını xüsusi təyinatlı qüvvələri birləşdirərək komandos qüvvətlərinin yaradılmasına qərar verdi. Və bunun üçün də bir neçə bu barədə təcrübəsi olan ölkələrdən yardım aldı. Bəs iç komandos qüvvətləri nə zaman yaradılmışdır? İç komandos qüvvətləri 1940-cı ilin iyun ayında İngiltərənin baş naziri, yeni seçilmiş baş naziri Winston Churchillin təşəbbüsü ilə yaradıldı. Komandos qüvvətlərinin yaradılmasında məqsəd Almaniyanın işğal etdiyi ərazilərdə arxa cəbhədə olanlara yardım etmək, partizan hərəkatını genişləndirmək, eyni zamanda diversiya və təxribat fəaliyyətləri aparmaq idi. İlk vaxtlar bir bölmə yaradıldı. Lakin sonraki dövrdə isə 4 batalyondan ibarət olan qüvvələr yaradıldı ki, o dəqiqədə döyüş tapşırığını yerinə yetirməyə yollandılar. İlk komandos qüvvətlərinin rəhbəri isə John Hayden idi. Bir şey də qeyd eləmək lazımdır ki, ilk vaxtlar İngiltərədə komandos qüvvətlərinə uzun müddət orduda xidmət edən şəxsləri cəlb edirdilər. Sonraki dövrlərdən isə yavaş-yavaş komandos qüvvətlərinə xüsusi təlim görmüş olan insanları deməli cəlb etməyə və dəvət etməyə başladılar.